düşünür ki birdən məni qəbul etməzlər ya da ki mənə pis baxarlar və s. Bax, sən bir insanla seçirsən yol getmək. Fərqi yoxdur, bu evlilik yoludur, yoxsa bu müvəqqəti bir yoldur. Əsas odur ki, yəni sən yol getməyə seçirsən. Və nə qədər sən onunla açıq olsan, o qədər də bu insana da daha rahat olar öz seçimini etmək ki, mən bu insanla davam etmək istəyirəm ya yox. Çünki sən ona açılışanda insan bəlkə anında qəbul etmir, amma sonra düşünə bilər ki, okey, bəlkə sınamaq olar, bəlkə mən də araşdıra bilərəm bu haqda. Və burada artıq qarşıdakı insanın içi başlayır açılmağa. Çünki biz bir-birimizin vasitəmizlə özümüzü daha yaxşı tanımağa bacarırıq. Yəni, hansısa olur situasiya, sən baxırsan bu insana ya da ki, kiminsə düşüncələr eşitdin və sonra özündə də analiz apara bilirsən ki, bəs mənə bu uyğundur, yoxsa yox. Və yataq da bura daxildir.